Salamlar dostlar, hər vaxtınız xeyir olsun. Ay doğdunuz mu? Gülüb qıraqda danışamıyorum, yayındırır həyasız. Ötən səfərki vlogumda yazdığınız xoş sözlərə, arzu diləklərinizə görə bir daha hamınıza təşəkkür eləmək istədim. Minnətdaram hamıya. Arzusunda olan hər kəsə tezliklə xəyallarınızdakından belə ən gözəli, ən mükəmməli qismət olsun inşallah. Və ötən vlogda bəzi fikirlər yazanlar oldu ki, hansı ki düşünəndə həqiqətən məntiqli gəlir. Məsələn, sadəcə sizə kuxna göstərdiyimə görə təbii ki, kuxna barədə sadəcə danışmışdım və demişdim ki, polkalar istəyirəm. Və izləyicilərimdən bir neçəsi yazdı ki, bəziləri özümə yazdılar, bəziləri işte yorumun altına yazdılar ki, mətbəxdə açıq polkalar çox da yəni kullanışlı olmur, tez-tez təmizləmək lazım olur. Düzü, burada evdə, yəni yaşadığımıza görə uzun bir müddətdir, yəni ailə həyatı qurub evin içərisində nə nətəri olur biləm deyə bilərəm. Amma ki, mən də o fikirləşmişdim. Belə mətbəxdə kuxnanın üstü, bizdə indiki evdə kuxnanın üst hissəsi açıqdır. Ona görə də ora çox tez-tez çirklənir və tez-tez çirklənməsi bir yana mətbəx olduğuna görə istər-istəməz yağların falan hamısı ora hopur. Yəni təmizləmək lazım olanda çox uzun bir müddət vaxt aparır demək olar. Ona görə zaten bu yeni evdəki kuxnanı patoloğa qədər elətdirəcəyəm. Amma bu açıq polka məsələsində fikirləşmişəm, yəni oradan cılaşdırmaq istəyirəm. O göstərdiyim sağ tərəfdə mütləq polka istəyirəm. Yəni o açıq olub yağlanasıdır, çirklənəsidir, tez-tez təmizləmək məcbur qalasıyam. Onu belə yəni gözə alaraqdan onu yəni 100% olmalıdır kimi beynimə yerləşdirmişəm. Çünki orada özümə lazımlı şeylər olası onları yerləşdirmək istəyirəm ora, gözümün qabağında olsun deyə. Düzdür, belə qarışıqlığı xoşlamıram, yenə qarışıq bir şəkildə düzməyəsiyəm. Amma yenə də orada lazımlıdır. Amma digər polka haqqında yəqin ki, fikirləşməyə başlamışam, görəsən eləməsəmmi, orada elə boş dursun yəni. Düşünürəm ki, alt şkaflar bəs olasıdır. Çünki kladovka da var, işte dediyimiz kimi ayaq altında, əl altında olan şeylərin çoxsu kladovkada olsa, bu alt şkaflar bizə bəs olasıdır deyə düşünürəm, gəldi, çatdı axır ki. Nə yaxşı gəldin sən? Bu arada tez bazar qapıdan girən kimi uşaqları bağçaya qoyub gəlmişəm. Qapıdan girən kimi telefon əlimə almışam. Yadımdan çıxa-çıxa durur videoya çəkmək. İşə girişdimsə hər şeyi unuduram da. Hindiki Ayda xanıma da bu çox maraqlı gəlir ki, biz niyə qapıdan girib otururuq belə yerdə özdə. Da. Sivətini ödüm. Hoşlanma. Başlanır kızım, hoşlanır. Sen hoşlanmışsın. Selam elə hamıya, selam elə. Ayda xanımla səhərdən axşam kimi gəzirik havalarımız isinlikdir deyə həyətdən çıxıb evdəki işlərimizi görüb qaçırıq həyətə. Vəsiyo, daha bizi tapmaq qeyri-mümkündür demək olar. Belə, hər nəysə Ayda xanım imkan vermədi çox danışmağa. Növbəti videolarda yenə sizə çəkilişlər eləyəsiyəm. Hələ ki, yəni elə bir dediyim kimi çəkiləsi bir şey yoxdur. Olanda yavaş-yavaş sizə göstərəsiyəm. Vəsiyo, belə. Və indi gedək bugün önümüzdə işimizdə yeməğa, günortaya yemək bişirməğa. Sonraki işləri sonra danışarıq. Yemək bişirək, ha? Gedək. Bugün sizdən çox qəşəng bölüşəsi reseptlərim var. Bir neçə resept var əslində. Bəziləri biraz öncədən çəkmişdim, bəziləri bu videodan sonra çəkəsiyəm. Ümid edirəm sizə də maraqlı olar. Gəlin izləyək. Ayda xanım çox danışma da deyil. Bəs çox danışdım. Burada danışmağımı saxlayayım var baxın. Getdik. Qaş qabaq. Ay, sifatım oldu. Getdik, yemək bişirməyə. Gəlin indi farşdan yemək hazırlayaq. Farşı belə daha böyük bir qaba götürürəm. Burada mənim farşın içərisində soğan yoxdur deyə bu soğanın bir dənəsini, 2 dənə soğan götürmüşəm, birini rəndədən keçirəsiyəm. Biz farşı hazır formada aldığımıza görə, yəni özümüz evdə keçirmirik. Ona görə içərisinə soğan əlavə eləmək olmur keçirəndə. Ona görə hər dəfə belə ya rəndədən keçirirəm, ya da bıçaqla doğrayıram, xırdalayıram. İndi soğan birini rəndədən keçirirəm və bura əlavə eləyirəm. Bura istəyiniz uyğun olaraq duz, istot əlavə eləyirsiniz. Duz təbii ki əlavə eləyirik. İstotu istəyiniz uyğun əlavə eləyirsiniz.
Daha sonra yumurta da əlavə eləmək olar, amma bu səfər mən yumurta əlavə eləmək istəmirəm və yaxşıca qarışdırırıq. Bu arada çörək yağını da tavaya qızmağa qoymuşam. Yaxşı-yaxşı qızdırıram yağı. Yağım qızdı. Kənarda kotletləri belə bu formaya gətirmişim və yaxşıca qızardıram. Hər tərəfini yaxşı-yaxşı qızardıram. Digər soğanı da kənarda xırda-xırda doğrayıram. Bacardığım qədər xırda doğrayacağam. Bu şəkildə xırdaladım soğanları. Arasında kotletin güzel sevirəm, yaxşı qızarırlar. Kotletlər hazırlar, yaxşı-yaxşı qızarırlar. İndi kənarda bir qaba götürürəm hamısını. İndi bu kotletlərin yağı çıxmış tavaya və dadı çıxmış tavaya soğanları əlavə edirəm. Birazca soğanları qovururam. Kənarda belə pomidoru da biraz xırdaladım. Soğan da görüyorsunuz kimi yaxşıca qızardı, qovruldu. İndi pomidorları da buna əlavə edirəm. İkisini bir yerdə qovururam. Soğandan pomidor qızarana arada kənarda kartofu da soydum. Belə dilikli alətlə, adı bilmirəm nə yalan deyim, doğradım daha qəşəng görüntü olsun deyə. Yəni adı bıçaqla doğramaq olar. Sırf bu görüntüyə görə bu şəkildə doğradım. Soğan, pomidor da gördüyünüz kimi artıq hazırdır, istədiyim kıvamdadır. İndi bura kotletləri düzürəm üstünə. Daha sonra kartofları əlavə edirəm. Birazcık tuz səpirəm və birazcık da su əlavə edirəm. Bu qədər belə və qapağını örtürəm. Kartoflar tam bişənə qədər bişir. Yeməyimiz də hazırdır. Çox qəşəng, iştah açıcı güzel. Həqiqətən kartoflar bişdi. Kartoflar bişdiyini yoxladıqdan sonra qazdan götürdüm və artıq nuş edirlərsiniz, servis eləməyi olar. Bugün xırçılıqlı badımcan salatı hazırlamaq qərarına gəldim. Əslində salatı deməyək də badımcan hazırlayacağım, salat formasında yox. Badımcanı soydum, bu ölçüdə belə doğradım. Kənarda belə duzlu su götürmüşəm. Badımcanları bura əlavə edirəm. 20-25 dəqiqə gözlədirəm ki, badımcanın acılığı çıxsın. Çox az belə kişniş götürmüşəm. İndi kişnişi yaxşı-yaxşı xırdalayıram. Belə kişnişi çox xırda olacaq şəkildə doğradım. Belə bir balaca qazancı götürmüşəm. Badımcanları bunun içərisində qızardasıyam. Özüm balaca götürmüşəm ki, xüsusilə yağ içərisinə çox getməsin. Çünki yağ badımcanın üstünə qədər çıxmalıdır. Siz də daha çox belə israfçılıq eləmək istəmirsinizsə, mən kimi belə balaca qazancdan istifadə edin. İndi yağı yaxşı-yaxşı qızdıram. 20 dəqiqədə keçdi. Badımcan artıq acılığını demək olar saldı. İndi belə əlimlə sıxıram yaxşı-yaxşı və belə bir kağız salfetin üzərinə sərirəm. Badımcanları yaxşı-yaxşı bu şəkildə quruduram. Əsla nəm qalmamalıdır. Qurutduğum badımcanları belə bir qaba götürdüm və üzərinə qardallı nişastası əlavə edirəm. Badımcanların hər tərəfini bu qardallı nişastasına bulayasıyam tək-tək. Əsla bulanmayan hissəsi qalmamalıdır. Yəni hər tərəfi yaxşıca bulanmalıdır kraxmala. Əks halda badımcan xırçıltılı olmaz. Badımcanlar hazırdılar. Yağ yaxşıca qızıtdı. İndi badımcanları bura əlavə edirəm. Hamısını birdən yox, yerləşən qədərini. Təbii ki, qabız böyüksə daha çox əlavə edə bilərsiniz. Mən kimi balaca qabda hazırlasanız biraz vaxt alasıdır. Ama onu deyim ki, tez bazar qızarırlar. Çox belə uzun bir müddət gözləməyə ehtiyac qalmır. Badımcanlar qızaran kimi belə götürürəm. Salfetka sərilmiş boş qabın üzərinə qoyuram ki, yağını çəksin biraz. Hazır badımcanları başqa bir qaba götürdüm. İndidən yəqin ki, hiss olunur oradan. Xırçılıqlı olmaz. Bilmirəm, səsini eşitdiniz yoxsa yox? Çox xırçılıqlı dəqiqdən. İçərisi yumuşaqdır, üstü çox xırçıltılıdır. Badımcanlar hazırdır, hamısı soyudu.
İndi biraz dadı qatması üçün üzərinə nar şırab əlavə edirəm. Salat hazırlayası olsa sosu başqadır. Dediyim kimi bunu mən salat kimi hazırlamamışam. Ayda xanım kameramı tərpədir burada. Badımcanların üzərinə doğradığım kişnişi və biraz da susam əlavə elədim və hazırdır. Nuş eləmək olar. Ayda xanım icazə vermədi çəkməyə. Ona görə bu şəkildə hazırlayıb sonra sizə göstərəsi oldum. Siz də hazırlayın. Həqiqətən çox xıçıltılıdır, xıç-xıçdır. İçərisi də olduqca yumuşaqdır. Hətta deyədim, restoranlarda verilənlərdən daha dadlı alınır. Bugün sizdən bölüşmək istədiklərim bu qədər idi dostlar. Ümid edirəm reseptlər xüsusilə xoşunuza gəlmişdi. Siz də hazırlayasınız, nuş eləyəsiniz. Belə bir yay fəslində, yaz fəslində adam eyni şeylər yeməkdən sıxılar. Ona görə belə daha fərqli bir şeylər hazırlamaq istəyirsən, ümid edirəm siz də hazırlayasınız və bəyənəsiniz. Və onu da qeyd edeyim ki, əgər belə paylaşdığım vloglar haqqında bir fikriniz varsa, ev barədə bir fikriniz varsa, hamısını mənimlə bölüşə bilərsiniz. Çünki nətər deyirlər, ağıl-ağılın üstündə. Həqiqətən ötən səfər izləyicimin biri də yazmışdı polkalar barədə daha möhkəm bir şeylər hazırlayın deyə. O ağlıma gəlməmişdi, heç bir fikrim yox idi o barədə. Nə yalan deyim, çox həqiqətən, yəni belə mesajlar adama nətər deyirlər, xeyir verir. Həqiqətən belə çox adam ola bilsin, iş öyrətmək kimi görür, çox adam nə bilim xoşa gəlməz bir şey kimi görür, amma mənim xoşuma gəlir. Ona görə də fikriniz varsa, hər hansı bir fikirlərinizi yazmaqdan çəkinməyin, mütləq yazın. Belə bu qədər. Gələn videolarda görüşərək, bilmirəm gələn videomuzun konusu nə olasıdır. Görək yavaş-yavaş davam eləyək. Sağ olun, özünüzə yaxşı baxın.